Kalbasa ət məhsuludur və bunun ən azı 70%-ə qədəri ətdən istifadə olunmalıdır. 30%-i köməkçi maddələrdən istifadə olunmalıdır. Ancaq bugünkü kalbasalarda heç 30% ət belə yoxdur. Heç bıçaqla kəsməyə də ehtiyac yoxdur. Yəni kameralara necə göstərək ki, bu tam görünsün. Baxın, bu şəkildə çürümüş bir formaya düşdü. Çürümüş bir formadadır. Çoxumuzun bəhbəhlə yediyi kalbasalar. Bəs bu ət və ət məhsullarının tərkibində nələr var? Bizim orqanizmimizə necə təsir edə bilər? Bu sual hər birimizi çox düşündürsə də bəzən cavab tapa bilmirik. Elə də olur ki, əyani şəkildə sübut eləyə bilmirik. Bugün Baku TV-də bu suallara aydınlıq tapacağıq. Mütəxəssislər deyir ki, kalbasa immun sistemini çöktürən, eləcə də xərçəng xəstəliyinə səbəb olan qidalar arasında birinci yerdədir. Birinci növbədə kalbasanı həmin o üzərindəki qabığından dediyimiz ayıranda o sulu olmamalıdır, yapışqan olmamalıdır, jele əmələ gətirən jele kimi maddə olmamalıdır və quru olmalıdır. Və rəngində diqqət edəcəyimiz əsas məqam olmalıdır daha açıq rəngdə. Üçü də fərqli rəngdədir. Daha açıq rəngdə olmalıdır və çəhrayıya çalan rəngdə olmalıdır. Burada 3 növ kalbasa var. Üçündən bunun rəngi çox süni şəkildə çəhrayı rəngdir. Burada artıq boyalardan istifadə olunduğu açıq şəkildə görünür. Bunun rəngi isə bəlli deyil, yenə də daha tündür. Yəni əslində hissə verilmiş də deyil. Doktor riski üçün də bu rəngin olması xüsusiyyətinə görə, ətin növünə görə də bəzən dəyişir. Amma yəni burada da görünür ki, o qədər də keyfiyyətli şəkildə hazırlanmayıb. Həmçinin kalbasanın keyfiyyətli olduğunu göstərən amillərdən biri də məhsulun daha bərk olmasıdır. Kəsəndə artıq görəcəyik ki, həqiqətən keyfiyyətlidir, yoxsa yox. Mütləq şəkildə bir cins şəkildə olmalıdır, kameralara göstərək və içindəki qarışımlar, əlavə ingrediyentlər, istər ədviyyatlar olsun, onların heç biri görünməməli şəkildə olmalıdır və boşluqlar olmamalıdır. Burada dəliklər var deyəsən. Burada bəli, boşluqlar varsa, bu onun təmiz ətdən deyil də, həm dəridən, həm qığırdaqlardan da istifadə olunduğunun əsas göstəricisidir. Və digərindən də bir hissə kəsək. Bunun da həm də rəngi ilə yanaşı iyində də bilmək olur. Eyni zamanda bunu da kameraya göstərək. Burada da həm narıncı rəngdə hissələr görünür. Eyni zamanda da qara nöqtələr çox süni şəkildə görünür. Xırda-xırda və boşluqları da yenə kifayət qədərdir ki, bu da onun göstəricisidir və iyi xoşa gələn iyi deyil. Kalbasada həm ədviyyatlardan, həm sarımsaqdan istifadə olunduğu üçün xoşa gələn olmalıdır. İyi, amma burada kimyəvi qatqı maddələri daha çox istifadə olunduğu üçün sanki bir necə deyirlər, əczaxanaya girmiş kimi hiss edirik. Eyni zamanda da bu iy insana ürək bulanma da verir ki, bu da elə qəbul etdikdə, bu birisini də göstərək, qəbul etdikdə belə insanda ürək bulanma, bəzən də mədədə ağrını həmin o maddələrindən göstərir. Bu üçüncü kalbasadır. Bunun da tərkibində artıq həm məsamələri çoxdur, uyğunsuz şəkildə, həm də görürsünüz ki, bu ətin bəzən olur ki, istər quş ətləri, istər böyükbaş heyvan ətləri onun kalbasaya yararsız və yeməyə yararsız hissələrindən sümüklə birlikdə hamısını istifadə etdiklərinə görə o tam həll olmadığına görə bu şəkildə yenə içində dəriyə bənzər nöqtələr şəklində qalıb. Yodla içindəki nişasta və unu yoxlayaq, ondan sonra digərindən kəsib onun necə o həll olmasını da göstərəcəyik ki, bu da onun tərkibində ətin olmamasının göstəricisi olacaq. Az gözləyək yodun rəngini alması üçün. Gördüyünüz kimi birində qapqara rəng alınıb. Bu o deməkdir ki, burada kifayət qədər, hətta həddindən artıq nişasta və un vardır. Digərində bənövşəyi rəngi alıb. Burada da nişastanın olduğu göstərilir. Burada isə qara rəngə çalır, amma az bir miqdarda da yenə yod öz rəngini saxlayıb. Burada da amma istifadə olunduğunun göstəricisidir. Yəni bu üç kalbasadan üçü də bizim bugün apardığımız sınaqlarda görünür ki, yeyilməyə yararlı kalbasalar deyil.
kalbasalar doğrandığı andan indiyə qədər üfunət baş çatdadır desək yeridir. Bu məqamda sizin kimi bizi də bir sual düşündürür. Əgər kalbasaların keyfiyyət normaları bu vəziyyətdədirsə, bəs niyə satışdadır? Ölkəyə idxal olunan və ölkədə istehsal edilən qida məhsulları, eləcə də kalbasa məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görülür. Məhsullar daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir və agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. Aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür. Harda işləyirsən, hə? Ət kombinatında. Bir dəfə də olsun gəlib demişsən ki, Davud, köpək oğlu, sənə qalbasa saç getirmişəm, al, vur bədənə.